Class mövzusunu bitirdik. Artık yeni bir üst level'e keçmə vaxtıdır. Bu dərsimizdə wrapper funksiyalarla tanış olacaq. İndi ilk öncə wrapper funksiya nədir? Adından da göründüyü kimi sarğı mənasını verir. Yəni bir funksiyanı və ya obyekti sarğılayıb onun davranışını dəyişir. İndi mən toplama əməliyyatını yerinə yetirə bilən bir funksiya yazmaq istəyirəm. Function sum yazıram və bura arqumentlərimi qeyd edirəm. A və B. Daha sonra bu geriyə return A plus B deyə bir cavab göndərmiş olsun və konsola sum yazdığım zaman və burada 2,3 yazıram və konsolda cavabımız 5 deyə gəlmiş oldu. İndi burada diqqət edilməli məqam odur ki, mən gəlib bu funksiyanı başqa bir dəyişkənə bərabər edərək də yaza bilərəm. İndi bura function yazıram və log wrapper adında bir funksiya adımız olsun. Daha sonra bu da geriyə bir funksiya göndərmiş olacaqdır. Sadəcə function yazıram və burada artıq işləmlərimi həyata keçirəcəm. Baxın, bura diqqətlə qulaq asın. Çünki qəliz bir mövzudur. Daha yaxşı başa düşün. İndi mən gəlib bu sum metodunu bura əlavə etmək istəyirəm. Baxın, bu şəkildə yazmıram. Və yaxud da ki, bu şəkildə də yazmıram. Mötərizələrlə yazmıram. Sadəcə gəlib arqument kimi fn deyə qeyd edirəm. İndi bu fn bizim sum metodumuzdur. Yəni mən burada gəlib bu funksiyanı çağırmadım. Bu funksiyanı harada çağıracağam? Bu funksiyanı baxın gəlib burada çağıracağam. Return fn deyə qeyd edirəm. İndi burada ən vacib məqam. Mən gəlib geriyə göndərdiyim bu funksiyanın arqumentinə bu şəkildə arq deyə yazıram. Yəni rest operatorundan istifadə edərək, çünki biz funksiya içərisində nöqtələri qeyd etdik. Yəni bu spread operatoru deyil, rest operatorundan istifadə edərək bu şəkildə qeyd etdik. İndi burada arqumentlər nədir? Gəlin biz bunu konsolda yazaq. Funksiya çağırıldı deyə bir funksiyamız olsun. Və bura arqumentləri qeyd edirəm. İndi baxın, arqumentlərim gəldi. Arqument buradakı rest operatorunda arqumentlər bizə necə gələcəkdir? Tutalım ki, bu formada gələcəkdir. Düzdürmü? 2,3 kimi gələcəkdir. İndi mən gəldim bunu bir array içərisində qeyd etdim. Həmin bu dəyərləri. Daha sonra o konsolda göstərəcəkdir. Və funksiyanı çağırdığım zaman isə həmin array içərisində olan, yəni massiv içərisində olan dəyərlərimi mən gəlirəm nöqtə arqument deyə qeyd edirəm. Və bu artıq geriyə mənə bu şəkildə gələcəkdir. 2,3 kimi. Yəni number dəyər kimi gələcəkdir. İndi son olaraq mən nə edirəm? Gəlirəm burada const wrapper sum yazıram və log wrapper bu dəyişkənə bərabər edirəm və içərisinə sum funksiyamızı atmış olam. İndi konsola bu dəyəri yazdığım zaman baxın, geriyə funksiya çağırıldı. Array, yəni massiv şəklində 2 və 3 gəldi. Daha sonra topladı, 5 cavabını almış oldu. İndi burada nə baş verdi? Gəlin bunu daha açıq yazmış olum. Çünki ilk dəfədən heç kim heç nə başa düşmür.
bunu açıqlaması ilə yazmaq lazımdır. Baxın, mən ilk olaraq toplama əməliyyatını icra edən bir funksiya yazdım və geriyə bir dəyər göndərməyini istədim. Ancaq mən bu funksiyanı birbaşa çağırmadım. Gəldim, bir dənə funksiya yazdım və həmin bu funksiyanı mən geriyə göndərəcəyim funksiya içərisində yazmış oldum. Yəni, daha doğrusu çağırmış oldum. Yəni, mən gəldim, log wrapper adında bir funksiya yazdım. İndi log wrapper bu şəkildə biz çağırsaq, tutalım ki, belə yazmıram. Yəni, təsəvvür eləyin ki, bu yoxdur. Hətta bunu yoruma alım. İndi təsəvvür eləyin ki, bu yoxdur. Biz log wrapper'ı bu şəkildə çağırmalıyıq, düzdürmü? Baxın, bu şəkildə çağırmalıyıq. Mən gəlib 2,3 yazmalıyam bura. Ancaq 2 və 3 yazmıram. Gəlirəm funksiyamı, yəni sum funksiyamı çağırmış olam bura. Və bu sum funksiyası, baxın, fikir verin, sum funksiyasını da gəldim funksiya geriyə dönən function içərisində çağırmış oldum. Yəni, return açar kəlməsindən istifadə etdim və funksiyamı çağırmış oldum. Bəs mənim bu funksiyanın argumentində qeyd etdiyim rest operatoru nədir? Bu rest operatoru odur ki, mən gəlib, baxın, bu dəyişkən içərisində, yəni bunu bu dəyişkənə bərabər etdim. Bu hal-hazırda çağırdığım funksiyadır. Okey, bunu çağırdım. Bunun artıq işi tamamdır. Ancaq mən geriyə də bir funksiya göndərmiş olam və bu geriyə gələn funksiya fərz eləyin ki, bu formadadır. Log wrapper yazıram bir daha. Baxın, 2,3 kimidir. Yəni, mən funksiyamı yazdım. Funksiyamın çağıracağım dəyəri, yəni çağıracağım sum funksiyasını burada qeyd etdim. Bunun işi tamamdır. Ancaq mən geriyə bir funksiya göndərmək istədiyim zaman artıq bu məndən arqumentlər istəyir. Və bu məndən arqumentlər istədiyi zaman log wrapper içərisində dəyərlərimi bu şəkildə qeyd edirəm. Yəni, mən gəlib buna deyil də bunu bərabər etdiyim dəyişkən içərisində gəldim 2 və 3 rəqəmini qeyd etdim. Belə olduğu halda isə gəldim rest operatoru ilə bu dəyərləri bir array, yəni bir massiv içərisində qeyd etdim. Bu şəkildə aldım dəyərləri. Daha sonra həmin dəyərləri massivdən, yəni arraydən çıxarmaq üçün onu bir split operatorundan istifadə edərək bu formada yazdım. Və daha sonra geriyə həmin bu log wrapper funksiyasını bir dəyişkənə bərabər etdim və log wrapper funksiyası içərisində sum funksiyamı yazdım. Və bu sum funksiyası artıq öz işləmini log wrapper içərisində geriyə dönən funksiya içərisində artıq yəni geriyə həmin funksiya çağırılaraq gəlmiş olacaqdır. Və həmin bu dəyişkən artıq bu funksiyanın arqumentlərini almağa çalışacaqdır. Və mən bu dəyişkəni, yəni daha doğrusu bu dəyişkəndə olan funksiyaya arqument olaraq 2 və 3 dəyərlər, daha doğrusu parametre olaraq 2 və 3 dəyərlərini vermiş oldum. Və hal-hazırda konsolda doğru bir şəkildə işləmlərimizi həyata keçirdik. İndi soruşa bilərsiniz ki, mən bunu niyə bu formada yazdım? Yəni, özümü niyə çətin vəziyyətə soxdum? Bunu sadə formada yaza bilməzdimmi? Təbii ki, sadə formada da yaza bilərsiniz, ancaq real layihələrdə niyə istifadə olunur, nə üçün istifadə olunur, onu görmüş olaq. Deyək ki, əlimizdə belə bir funksiya vardır. Delete product adlı bir funksiyamız olsun və bunun arqument olaraq A yazıram və geriyə bir obyekt içərisində perfect silindi deyə gəlmiş olsun və cavabımız A olaraq gəlsin. Yəni bir obyekt içərisində bunu biz
bu formada da yaza bilərik. Yəni hər iki dəyər eyni adlı olduğuna görə biz sadəcə bu formada da yazsaq, tutalım ki A 2 kimi gəlmiş olacaqdır. İndi konsolda onun cavabını görmüş olacaq. İndi biz bu şəkildə yazdıq və konsola delete product'ı çağırırıq və içinə əlavə edirik. Və baxın konsolda perfect silindi, A2 deyə gəlmiş oldu. İndi deyək ki, hər hansısa bir şirkətdə işləyirik və şirkət rəhbəri gəlib dedi ki, əgər hər hansısa bir user qeydiyyatdan keçməyibsə, yəni login olmayıbsa, silmə işləmini etməsin. Ona görə də bizə bir funksiya lazımdır ki, biz bu funksiyanı yoxlayaq və əgər user varsa silinmiş olsun. Yəni bizə bu dəyər gəlmiş olsun. Və mən gəlirəm burada function deyə qeyd edirəm. Burada user wrapper yazıram və bu geriyə yenə də bir funksiya göndərmiş olsun. Hal-hazırda REST operatoru ilə arqumentlərimi bu formada qeyd edirəm və bu da geriyə nəyi göndərəcəkdir? Mənim çağırdığım funksiyanı. Mən bunu adı ilə çağırmıram. Gəlirəm bura fn yazıram və geriyə həmin bu arqumentlərim gəlmiş olacaqdır. Ancaq mən bu funksiyanı çağırmamışdan əvvəl gəlirəm burada const is user varmı? True cavabını yazıram hələ ki. Yəni boolean dəyər olaraq true vermiş olam və yoxlayıram. Əgər is user yoxdursa, o zaman konsola icazə yoxdur deyə yazırıq. Və bu funksiyanı sonlandırmış olduq. Return yazıram və bu funksiya artıq sonlanmış olacaqdır. Əgər true cavabı həqiqətən də yoxdursa, daha doğrusu bu hal-hazırda false deyə gələcəkdir. Biz is user'ı true olaraq bərabər etmişik. Bu false dəyər gəldiyinə görə bizə geriyə silindi və həmin dəyərimiz gəlmiş olacaqdır. İndi bunu false da edəcəyik. Birazdan görmüş olacaq bizə nə cavab gələcəkdir. Və bu işləmləri həyata keçirdikdən sonra bir dəyişkən yazıram. Protected delete yazıram və user wrapper içərisinə delete product'ı əlavə edirəm. Və konsolda protected üzr istəyirəm. Konsolda protected delete'i çağırmış olam. Və bura 2 cavabını yazıram. Hətta bunu buradan silək. Və baxın, bizə geriyə A dəyərimiz 2, perfect dəyərimiz isə silindi deyə gəlmiş oldu. Yəni hal-hazırda user var və biz silmə əməliyyatını icra etmiş olduq. Əgər user yoxdursa, baxın konsolda icazə yoxdur yazısı gəlmiş oldu və ikinci dəyər olaraq da undefined gəlmiş oldu. Çünki ikinci dəyərimiz hal-hazırda çağırdığımız delete product'dan gələn dəyərdir ki, bu da icazə olmadığına görə funksiya burada dayanmış oldu və aşağıya baxmadı. Çünki hal-hazırda false dəyər olduğuna görə bura avtomatik olaraq true cavabı aldı və konsolda icazə yoxdur cavabını aldıqdan sonra artıq bu funksiyamız dayanmış olacaqdır ki, bundan aşağısı işləmədiyinə görə bu funksiyamızda, yəni delete product funksiyamız da çağırılmayacaqdır. Və konsola icazə yoxdur yazısı və undefined gəlmiş olacaqdır. Bu funksiya haqqında deyəcəklərim bu qədər. Ümidvaram
Aydın oldu hər şey. Çünki qəliz bir mövzudur. Bilirəm, mən də bu mövzunu bir neçə dəfə baxdıqdan sonra, bir neçə dəfə oxuduqdan sonra və özüm bu kodları yazdıqdan sonra başa düşmüş oldum. Bunlar real layihələrdə ən çox da backend istifadəsində və hətta React-da belə daha çox istifadə olunur. Mövzularımız çoxdur. Hər bir mövzunu ayrı-ayrılıqda keçəcəm. Çünki bu mövzular heç yerdə deyilməyib və deyilsə belə ən çox xaricilərdə bunları görürük. Ümidvaram gözəl bir video oldu. Bu dərsimizdən də bu qədər. Gələn növbət dərslərimizdə Proxy və Reflect klassları ilə tanış olacaq. Gələn növbət dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.